Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi izah edəcəyim suallar 5-ci siniflər üçün bu gün keçirilmiş, yəni 25 yanvar 2026-cı il lise və gimnaziyalara qəbul sınağı üçün izah olacaq. Əvvəlcə sınaqlar qrupumuz haqqında qısa məlumat verim. Sınaqlar qrupumuz 4, 5, 6 və 7-ci siniflər üçündür. Həmçinin hazırlıq qruplarımız da var. Hazırlıq qrupları və sınaqlar qrupu üçün eğer yüksək nəticəli şagirdlər varsa, aşağı endirimlə hazırlığa şagirdləri götürürəm. Yəni özüm hazırlaşdırıram. Həm RFM, həm Lütfü Sadiyə hazırlıq qrupumuz var. Həmçinin həmin qrupda lise və gimnaziyaya qəbul da daxildir. Sınaqlar qrupumuza hər ay 15 sınaq daxildir və iyunun 30'una qədər, yəni axırına qədər və ya iyunun 15'ine qədər sınaqlar qrupumuz aktiv olacaq. Yəni necə aktiv olur? Bir dəfə ödəniş edirsiniz, sınaqlar qrupuna daxil olursunuz. Yəni çox cüzi miqdarda ödəniş edərək və iyunun axırına kimi sınaqlar qrupuna qalırsınız və sınaqlarımız lise və gimnaziyalara qəbul düşə biləcək suallardan ibarətdir. Yeni nəsil suallardır. Yəni o sualları işləyərək mütləq mənada uğur qazanacağınızı deyə bilərəm. Yəni mən güvənirəm və ya mənim övladım uğur qazana bilər deyirsinizsə və bu uğurun həqiqətən də baş verməsini istəyirsinizsə, bu sınaqlar qrupu tam sizin üçündür. Çünki sınaqlarımız tam olaraq yeni nəsil olimpiyada və liseye qəbul düşəcək suallardır. Yəni görəcəksiniz, tam oxşar suallar düşə bilər və ya eynisinə yaxın suallar düşə bilər. Yəni suallarımız bu tip suallardır. Təxminən 1000-yə yaxın sualdır. Yəni bu sualları qaçırmayın deyirəm. Yəni çox vacib suallardır deyib keçirəm izahımıza. Yəni nömrəmiz də ki burada göstərilir. 055 774 48 36 nömrəsidir. Yazın ki vurun ya da WhatsApp'dan yazın. Sizə geri dönüş edəcəyəm. İndi keçək izahımıza. Deməli 21-ci sualda deyir ki 1/3 hissəsi 4,5 olan ədədlə 16,5'in 1/3 hissəsinin cəmini tapın. Burada 1/3 hissəsinin hər hansısa bir ədədin 1/3 hissəsindən gedir. Həmin ədədi x götürsək, x'in 1/3'ini tapmaq üçün x'i 3/1'ə vurmamız lazım. Yəni bu x ədədinin 1/3 hissəsi nə olub? 4,5 olub. Buradan da x'i tapmaq üçün 4,5'i nə edirik? 3/1'ə bölürük. Burada da 4,5'i vururuq. Bir də 3'ə tərs çevirib vururuq. Buradan da 3'ə vursaq edəcək cavabımız 13,5. Deməli birinci ədədimiz 13,5 olur. Bunu yazırıq. İndi keçirik növbəti şərtimizi yerinə yetiririk. Bizə deyir ki ədədlə, yəni 13,5 ilə 16,5'in 1/3 hissəsinin cəmini tapın. 16,5'in də 3/1'ini tapmaq üçün vururuq 3/1'ə. Buradan da 16,5 də 3/1 yıxsaq isə burada 5,5 qalır. Burada 1 bərabər 5,5. Yəni bizdən 5,5 də 13,5'in cəmini istəyir. Dolayısıyla yolla bunları toplasaq edəcək 0, 1 yadda 3, 5, 8, 1 yadda 9, 19 edir. Cavabımız C variantı. Keçirik 22-ci suala. Ardıcılı 7 natural ədədin cəmi 119 olarsa, ən kiçik ədədlə ən böyük ədədin cəmi neçədir? Ardıcılı 7 natural ədəd dediyi üçün biz ilk ədədimizi n götürsək, növbət məsələn birinci n götürürüm, 2, 3, 4, 5, 6 və 7 yazıram. Növbət ədədlərimizdə bir artacaq. Növbət ədədlərimiz n plus 1, n üstə gəlir 2, n üstə gəlir 3, n üstə gəlir 4, n üstə gəlir 5, n üstə gəlir 6 yaza bilərik. Deyir ki, cəmi 119'dur. Belə tam sistem modeli kimi etsək, buraları belə edək. 119'dur. Buradan da nə edəcək? Hamısını toplayırıq buradakı n'lərin. Burada 7 dənə n var. Cəmi 7n üstə gəl. 1-dən 6'ya qədər də cəmimiz olacaq. Deməli burada topladıq. Bunların hamısını 1, 2, 3, 4, 5, 6, 21. Yəni 7 dənə ardıcıl natural ədədin cəmi n ilə ifadə etsək 7'dən 1 21'dir.
bərabər cəminə verib 119 verib 119'a bərabər edirik. Buradan da 7n bərabərdir. 119'dan bu 21'i çıxırıq. Tapırıq ki 7'nin nəyə bərabərdir? 98'e bərabərdir. Buradan da n'i axtarsaq 98 bölməliyik 7'yə. 98'e bölsək 7 yiyəcək 14. Yəni n 14'dür. Bizə də ən kiçik ədədlə ən böyük ədədin cəmini istəyir. Ən kiçik ədədimiz n'dir. Yəni 14 oldu. Ən böyük ədədimiz də n plus 6. Yəni buraya yazsaq ki n'in yerinə 14. 14 üstə 6 olacaq bərabər 20. Böyük ədədimiz 20, kiçik ədədimiz 14. Bunun cəmini istəyir 14 plus 20 eğer 34 cavab D variantı olacaq. Keçirik növbəti suala, yəni 23-cü suala. 23-cü suala deyir ki, aşağıda verilən hər 3 şəkil öz daxilində bərabər hissələrə bölünmüşdür. Hər bir şəklin rəngli hissəsinə uyğun kəsir həmin şəklin altında A, B və C hərfləri ilə verilmişdir. Buna görə A, B-də C bərabər sual yazılır. Bura baxsaq birinci şəkildə ümumi neçə hissəyə bölünür? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Birinci üçbucağımız balaca 16 üçbucaqdan ibarətdir. Və bunun rəngli hissələrinin sayı 4 dənədir. 1, 2, 3, 4. Yəni bu 16'da 4 deməkdir. Bunu da ixtisar etsək 4'ünə böləcək olsaq. Burada 4, burada 1 qalır. Yəni cavabımız 4'də 1. A oldu 4'də 1. Cavab deyək ki, yəni A 4'də 1 oldu. İkinci şəklə baxsaq, buradan 4 dənədir, buradan da 3 dənə. Yəni 12 hissəyə bölünüb, 12 dənədən də 1, 2, 3, 4'ü rəngsizdir. Yəni B də 12'də 4'dür. İxtisar etsək, burada 3 qalır, burada 1 eğer 3'də 1. Yəni B də 3'də 1'dir. Sonra burada gördüyümüz kimi 6 hissəyə bölünüb. 6 hissədən 3 rənglidir. Yəni 6'da 3 yazırıq. Bunu ixtisar etsək edir 2'də 1. Yəni C də 2'də 1'dir. Buna görə C bölsün A, B'ni istəyir. İndi buradan bərabər yazırıq. C 2'də 1'dir. Yazıram 2'də 1. Surətə məxrəzi də 4'də 1 vurulsun 3'də 1. Yəni A'nı B'yə vuruq. Burada da surətdə yenə 2'də 1. Məxrəzi də 1'i 1'ə vursam eğer 1. 4'ü də 3'ə vursam edir 12. 12'də 1. Buradan da bərabərdir. Bu 2'də 1 bölünsün 12'də 1 deməkdir. Belə yazırıq. Çünki kəsir xətt bölmə işarəsi də burada. Kəsir xətdir. Burada bölmə işarəsi olduğu üçün bölmə işarəsi ilə əvəz edirik kəsir xəttini. Yəni 2'də 1 surəti bölürük məxrəcə. Hər zaman belədir. Surət bölünsün məxrəc. Kəsir xətti bunu bildirir. Buradan da 2'də 1'i vuracağım 12'də 1'in tərsinə. Çünki kəsirlə bölməsində tərs çevirib vururuq. Olacaq 1'də 12. Burada da ixtisarımız gedəcək. 12 ilə 2 ixtisar edəcək. Burada 1, burada 6 qalır. Bunlardan olsa 1'dir. Bərabər 6. Cavabımız 6 olacaq. D variantı. Keçirik növbəti suala. 24-cü suala aşağıda şarların və oxların üzərində düzgün olmayan kəsirlər və qarışıq ədədlər verilmişdir. Oxlar ilə şarları partlatmaq istəyir. Elmir oxlar ilə şarları partlatmaq istəyir. O oxun üzərində yazılan ədədlər şarın üzərində yazılan ədəd eyni olarsa, həmin oxla həmin şarı partladır. O oxun üzərində yazılan ədədlə şarın üzərində yazılan ədəd eyni olarsa, həmin oxla həmin şar partladır. Buna görə Elmir ən çox neçə şar partlatmışdır. Əvvəlcə burada verilmiş kəsirlərin hər birini düzgün olmayan kəsir çevirək. Məsələn bunları da 1,4'də 1'dir. Bunu düzgün olmayan kəsir çevirsək 4'ü 1'ə vururuq 4. Surətin üzərində gəlirik 1'i 5'e. Yəni gördüyümüz kimi bu kəsirimiz oxun üzərindəki kəsir 4'də nədir? 5'dir. Sonra buna baxsaq 5'də 24'dür. Olduğu kimi saxlayırıq. Bu 3'də 1'dir. 3 3'ə vuram 9 üzərinə 1 gəlsəm 3'də 10 edir bu. Sonra bu 1,2'dir. Onu 1'ə vuram 10 üzərinə 2 gələm 10'da 12. Düz qarşı ədəd çevirə bilərik hər birini, amma mən düzgün olmayan kəsirlərə çevirirəm. Yəni hansını etsəz doğrudur. 5'i 2'yə vururuq 10, üzərinə də 4 gəlir 14. Yəni 5'də 14.
Bunu 27'ni 1'e vuruq. 27 üzərinə 1 gəlir. Neçə? 27-də 28. Gördüyümüz kimi yuxarıdakı kəsrdən yalnız biri adi kəsrdədir, yəni qarşı ədəddir. Bunu da düz yoxlama kəsrə çevirsək, bu da bərabərdir. 5-də 5 vursun 3, 15 üzərinə 4 gəlir, 19. 5-də 19-dur. Daha görə hansılar bərabərdir? Məsələn, burada 5-də 4 ilə 5-də 4 eynidir. Burada 5-də 4 ilə 5-də 4 eynidir. Sonra oxşara baxsaq 27-də 28 görürük. Bunlar da eynidir. Bunlar eyni rəngdədir. Yəni bunlar yaşıl edirəm məsəl üçün. Başqa oxşar kəsrlərimiz varmı? Bəli. Oxşarəs qoyaq. Bunun bu, bunun bu. Sonra gördüyümüz kimi 10'da 12 var. Burada da 10'da 12 var. Sonra 5'də 14, 5'də 18. Başqa oxşarımız varmı? 3'də 9 aşağılarda yoxdur. 5'də 18 buralarda yoxdur. Sonra 5'də 19 yenə də buralarda yoxdur. Sonra bu kadar, yani 3 dənə. Gördüyümüz kimi yalnız 3 kəsirimiz yuxarıda və aşağıda şarın üzərində və oxun üzərində eyni var. Yəni bu o deməkdir ki, biz maksimum 3 şar partlada bilərik. Çünki bizə deyir ki, oxun üzərindəki ədəd ilə şarın üzərindəki ədəd eyni olarsa partlatmaq mümkündür. Bu da 3 mümkün hal var. Ona görə cavabımız 3 olur ən çox. 25-ci suala baxır. Bir ədədlə həmin ədədin 7-kisinin cəmi 189-dur. Həmin ədədin rəqəmlərin cəmi tapın. Bir ədədlə həmin ədəd x götürsək, həmin ədədin 7-kisi, yəni 7-kisi 7-də 2x olacaq. Çünki ədədi 7-də 2-yə vurmamız lazım. 7-də 2 hissəsini istəyir. Cəmidir 189-dur. Həmin ədədin rəqəmləri cəmi tapın. Burada bu x-imiz 1x yazdıq. Yəni burada 1 var. 1'i x'e vuranda x edir deyə bu 1'i yazmırlar. Şimdi biz bu 1'in əvəzinə bunun məxrəci, topladığımız kəsrin məxrəci 7 olduğu üçün bunu 7'də 7 kimi yaza bilərik. Düzgün olmayan kəsir kimi göstərdim. Şimdi toplasaq eləcə 7'də 7 üstə 2 yer neçə? 7'də 9, 2 bərabər 189. Buradan da x'i tapmaq üçün biz 189'u bölməliyik 7'də 9'a. Bölürəm 7'də 9'a. Bunun bərabərdir. Nə edirik? 189'u vururuq 9'da 7'yə. Buradan da 9 ilə 189 ixtisar geçsə bura qalır 21. 21 də 7'yə vursaq edəcək 147 elədir də yəqin. Bəli 147'dir. Bizdən nə deyirdi? Deyir ki, həmin ədədin rəqəmləri cəmini tapın. 147'nin rəqəmləri cəmi 1 üstə 4 üstə 7. Necə 12. Cavabımız 12 B bəndi. Keçək 26-cı suala. 3 çıxılsın 1/2'də 1 yazıb burada. Sonra 3 çıxılsın 1/3'də 1. Nəsə bunları çıxmamız lazım. Bu 3'ü kəsrə çevirməmiz lazım. 1 götürürük. 2 tam qalır. Bu məxrəc 2 olduğu üçün 2 2 yazıram. Yəni 2 2 1'dir. 2'nin üzərinə gəlsəm 3 edir elə. Çıxılsın 1/2'də 1. Mörtəziyə alırıq. Vurulsun. Burada da 3 tamdan birini götürürük. Qalır 2 tam. Buranın məxrəci 3 olduğu üçün 3 yazıram. O götürdüyüm 1 tamı çıxılsın 1/3'də 1. Sonra yenə də vurulsun. 3'dən 1 tamı götürsək 2 tam qalır. Burada məxrəc 4 olduğu üçün 2 tam 4'də 4 yazırıq. Götürdüyüm buradan 1'i 2 qalmışdı. O 1 tamı 4'də 4 kimi göstərdik. Niyə? Çünki çıxdığımız kəsrin qarşı ədədin məxrəci nədir? 4'dür ona görə. Bölünsün 3/2'də 1. İndi bunlar hər birini çıxsaq 2/2'də 2'dən 1/2'də 1 çıxsaq edir 1/2'də 1. Yəni bu 2'dən bu 1 çıxsam 1 tam qalır. Bu 2'dən də bu 1'i çıxsam yenə 1 qalır. Bu düz yolla kəsə çevirəcəm çünki vurmamız var. 1/2'də 1 də 2'ni 1'ə vursam 2 üzərinə 1 gəlsəm eğer 2'də 3. Birbaşa 2'də 3 yazıram bunun yerinə. Deməli buradan alındı 2'də 3. Vur olsun. Buranı hesablayırıq. Buradan da bu 2 tamdan 1 tamı çıxırıq. 1 tam qaldı. Məxrəcimiz 3'dür. Surətdən də 3'dən 1 çıxsam eğer neçə 2. Bunu düz yolla kəsə çevirsək
3'ü vururam 1'ə 3. Üzərinə də surətlə 2-ni gələm 5. 3'də 5. Yəni birbaşa yazıram 3'də 5. Keçir bu kəsiri həll edirik. 2'dən 1'i çıxsam 1 tam. 4'də məxrəcimiz 4'dür. 4'dən 1'i çıxsam edir 3. Bu düz yaman kəsir çevirsək 4 olsun 1 edir 4. Üzərinə 3 yazsam 4'də 7. 4'də 7. Bölünsün 3 tam 2'də 1 yazıb. 3 tam 2'də 1 də düz yaman kəsir çevirsək 2'ni 3'ə vuram 6. Üzərinə 1 gələm 7. 2'də 7 oldu. Biz də bunu bilirik ki, tərs çevir vurmamız lazım bölmədirsə. Tərs çevir vursaq o zaman olacaq 7-2. Vururam 7-2 tərs çevirdim. İndi burada gördüyümüz kimi bu 3'dən bu 3 ixtisar gedir. Sonra bu 7'dən bu 7 ixtisar gedir. Sonra bu 2 ilə, burada 2 ilə, burada 2 ilə birbaşa ixtisar edə bilərik. 4 ilə də edə bilərik. Mən burada 2 ilə 2 etdim. Belə hamısında 1 qaldı. Belə surətimizdə 5 qaldı. Məxrəcimizdə 4 qaldı. Cavab 4'də 5 variantı. 27'yə baxıq, tənliyi həll edin. Tənliyi həll etmək üçün əvvəlcə bu mötərizənin içini həll etsək 131'dən çıxırıq nəyi? 13'ü edir 118. 118'i də burada bura 118 oldu. 2'yə bölürük. 118'i də 2'yə bölsək edir 59. Yəni bu hissəli 59 yazıram. Buradan da yazıb ki 2'də 1 x çıxılsın 13 bərabər 59 alınır. Bu çıxaq 13 bərabər mütəfəkkirsən kimi üstə gəl 13 olur. Yəni 2'də 1 x bərabərdir 59 üstə gəl 13. 59 ilə də 13'ün cəmi edir 72. Buradan yazsaq, buralardan bir yerdən göylə yazaq. Alacaq 2'də 1 x bərabər bunun cəmi 72'dir. Buradan da x'i tapmaq üçün 72'ni bölməliyik 2'də 1'ə. O tərs çevir vururuq. Yəni 72'ni vuracaq. 1'də 2'yə 1'də 2'yə vururuq. 1 yazdım. Bu da bərabərdir. Alınır 72 vur 2 144. Cavabımız 144 oldu. D variantı. İndi keçirik 28-ci suala. Burada bu tip suallarda əvvəlcə vergülün kəsirin surət məxrəcində yerləşən onluq kəsirləri onluq kəsirlikdən qurtarırıq. Yəni bunun üçün nə edirik? Gördüyümüz kimi vergülün sağında, məxrəcdəki onluq kəsirin vergülün sağında 2 rəqəm var. Yuxarıda isə 1 rəqəm var. Bura 0 artaraq 2 rəqəm edirik. Sonra burada 4 rəqəm var. Bunun heç rəqəmi yoxdur. Ona görə vergül qoyub 4 dənə rəqəm yazıram. Yəni 4 0 yazıram. Vergülün sağındakı rəqəmlərin sayını eyniləşdirirəm. Yəni bu sıfırların heç bir əhəmiyyəti yoxdur. Sadəcə vergülləri eyniləşdiririk. Burada da vergül qoyub 2 dənə sıfır qoyuram. Bundan sonra vergülləri silirik. Yəni elə bir burada surət məxrəci 100'ə vuram. Alınacaq 25'də 30. Çıxılsın burada surət məxrəci 10.000'ə vursam. Burada alınacaq 125. Vergülləri silirik daha. Burada vergülü silsəm 0 25 qalır. 125 qalır yəni. Oradakı nə olacaq? 125 deməkdir. Yuxarıdakı da 10.000 edir elə. Bölünsün. Burada da vergülləri silsək. Bu vergülü silsəm 800 olur. Bunu silsəm 008 yəni 8 deməkdir elə. 8'də 800. Şimdi burada gördüyümüz kimi belə olduğu üçün bunu nə edirik? Tərs çevir vuracaq. Yəni bölmə var. Bölərkən nə edirik? Tərs çevir vururuq. Yəni tərs çevirəm. 800'də 8 edəcəm. Şimdi burada vurmanı dəyişdirək. İxtisarımızı edək. 800 ilə 8 ixtisar etsəm. Burada 1 qalır. Burada 100 qalır. 100 ilə 10.000 ixtisar etsəm. Burada 100 qalır. 1 qalır. 125 ilə bu 100'ü ixtisar etsəm 25'ə bölsəm. Burada 4 qalır. Burada 5 qalır. Sonuçta burada 25 30 idi. Bunu surət məxrəcində ixtisar edə bilərik. Burada alınır 5'də 6. Çıxılsın. Bu hissəni də vursaq məxrəci 5 olur. Surətdə 4 olur. 5'də 6'dan 5 4 çıxsa 5'də 2. Cavabımız 2 edir. Bunu da onluq kəsirlə istəyir cavabı. Surət məxrəcini elə 2'yə vursaq
Onluq keçə çevriləcək. 10'da 4. Bu da 0,4 deməkdir. Veya 2'ni 5'e bölsək burada 2'yi 5'e bölmədiyi üçün 0 tam yazır. Vergül qoyuruq 0 qoyuruq. 20'ni de 5'e bölün 4. Yani yine 0,4. Cavabımız A variantı. 29-cu suala baxırıq. 29-cu sualda deyir ki, bərabərsizliyin ən böyük natural həllini tapın. Əvvəlcə həll etməmiz lazım. 18 0,112'ye böləcəyik. Bunu bölmək üçün yenə deyirəm, burada qıraqdan göstərirəm və 18 bölünsün 0,112. Nə edirik? Görürük ki, burada vergül var, sağında rəqəm var. Amma bunda yoxdur. Bunda vergülünü qoyub 2 dənə 0 yazın. Bundan sonra vergülləri silirik. Yəni bu cür qayda edə bilərsiniz. Yəni vergül sağındakı rəqəmlər eyniləşdirmir 2 dənə hər ikisini. Vergülü sil getsin. Bu 0,12 ilə 12 deməkdir. Bu da 1800. Yəni 1812'ye böləcəyik. Dolayısı yolla. Burada 1 qalır. 12'ni çıxıram. Burada 6 qalır. 60'ı 12'ye böləcəm 5. Çıxıram 60'ı 0. Burada bir dənə 0 qalmışdı. Bunu burada qoyuruq. 150. Deməli, bərabərsizliyimizin bu hissəsini 150 tapdım. 150. Böyükdür. Nədən? Buna vurub açmamız lazım. Yox, eləcə saxlayıram. 5 vurulsun 3, 2, çıxılsın 1,5. Buradan bu 5 ilə vurmalı üçün bura 150'ni ixtisar edə bilərik. Burada qalacaq 1. Yəni 1, 3, 2'sə vursam 3, 2 çıxılsın 1,5. Kiçikdir. Burada da 30 qaldı. 30'dan 3, 2 bərabərdir. Bərabər yox. Kiçikdir. 30 üstə gəl. 1,5. Burada çıxmadı. Gördüyümüz kimi. Bu tərəfə keçən kimi plus oldu. Yəni o tərəfə keçən kimi soldan sağa. İndi buradan da 3, 2 kiçikdir. 31,5 alınır. Buradan da 2 kiçikdir. 31,5 bölünsün 3 yazacaq. Buradan da bunu bölmək üçün nə edirik? Yenə də qıraqdan bölürəm. 3'dürsə gördüyümüz kimi bunun vergülü var və sağında bir rəqəm var. 3'ün amma vergülü yox, sağında rəqəm yox. Ona görə vergülü 0 yazırıq. Və gördüyümüz kimi vergülün sağında bir rəqəm oldu mu silirik vergülləri. 315 böl 30 axtarırıq sanki. 315'in içərisində bir dəfə 30 var. Çıxıram 30'u. Burada 1, burada 5. 15'in içərisində 30 olmadığı üçün nə edirik? Bir dənə burada 30 deyərkən yəni bura 300 yazıram. Çünki 300'dən 315'i 30 böləndə 300'ün içərisində 10 da yerləşir. Sonra 15 qalır. 15 30 bölmədiyi üçün bura bir dənə vergi qoyub bir dənə 0 yazırıq. 150 alınır. 150'ni ilə 30 bölsək burada 5 qalır. 150 0 yəni 10,5. Deməli 2 kiçikdir yazıram burada. 10,5'dən. Bizdən nə istəyirdi? Burada ən böyük natural həllini tapın. X 10,5'dən kiçikdir. Yəni 10,5'dən kiçik olan ən böyük tam ədəd yerlə 10'dur. Cavab C bəndi. Keçək 30-cu suala. 30-cu suala deyir ki, Əkob 65-91, Əkob Əbob 65-91, Əkob da 24-32, 2x 133'dür. İkisi tapın deyir. Biz əvvəlcə buradan Əbobu tapmalıyıq, Əkobu tapmalıyıq, toplamalıyıq, bərabər etməliyik. 2x üstə 33'ə. Buradan da x'i tapmalıyıq. Yəni təlini alınacaq. Əbob 65'i və 91 tapmaq üçün 65 və 91 sadə buruğa ayırmalıyıq. 65 əvvəlcə 5'ə bölürük. Alınır 13. 13 13'ə bölünür 1. 91 əvvəlcə 7'yə bölsək nedir? 13. 13 13'ə bölürük 1. Demək ki, burada əbobumuz nə olacaq? Ortaq bölənimiz. Burada da 13, burada da 13 olduğu üçün burada əbobumuz oldu nə? 13. Keçək əkobumuzu axtarmağa. Əkob da 24 də 32-ni sadə buruqlara ayırırıq. 2 bölsəm 12, 2 bölsəm 6, 2 bölsəm 3, 3'ə bölsəm 1. 32 2'ye böləm 16, 2'ye böləm 8, 2'ye böləm 4, 2'ye böləm 2, 2'ye böləm 1. Buradan da əkobu tapmaq üçün əvvəlcə ortaq olan sadə buruqları seçirik. Bu 2'nin bu 2 ortaqdır. Sonra bu 2'dən 2 ortaqdır. Bunlar da ortaqdır. Başqa ortaq yoxdur. Ortaq olan sadə buruqlarım 2'ye vurulsun, 2 vurulsun 2.
Yerdə qalanları da ortaq olmayandır. Yəni bu 3, 2 və 2 bu bir-birinə vururam. Buradan 3 vurulsun, 2 vurulsun, 2. Əkəb o deməkdir ki, ortaq olan sadıqdan hasili və ortaq olmayan sadıqdan hasilinin bir-birinə hasili. Buradan vururam. 2 vurulsun, 2 vurulsun, 2, 8 vurulsun, 3 vur 2, 6 vurulsun, 2, 12. Yəni ortaq olan sadıqdan hasili 8, ortaq olmayan sadıqdan hasili 12. Bu ikisinin hasili də bizə əkəb verir. Alınır 96. Əkəbimiz 96 oldu. Bu arada toplama olduğu üçün toplayırıq. Bərabər edirik 2x üstəcə 33'ə. Bura. Buradan da silək. Onun üçün 96 toplayarkən edir 109 bərabər 2x üstəcə 33. Buradan da 109'dan 33 çıxmalıyıq. Çünki 33 bu tərəfə keçirsək üstəcə 33 olacaq, çıx 33. Yəni 109 çıxılsın 33 bərabər 2x edir. 109'dan da 33'ü çıxanda 76 edir. Yəni 76 bərabər 2x. Buradan da x'i tapmaq üçün 76'nı bölürük 2'yə. O da bərabərdir. Edir neçə? 38. Demək x'imiz 38 oldu. Cavabımız D variantı. 31-ci suala. Ölçüləri 72 cm və 162 cm olan düz bucaqlını ən az sayda neçə bərabər sahəli kvadrata bölmək olar? Nə deyir? Ölçüləri 72 və nəsə çəkin bunu. Düz bucaqlı çəkirik. Ölçüləri 162 və 72'dir. Olan düz bucaqlını ən az sayda neçə bərabər sahəli kvadrata bölmək olar? Bərabər sahəli istəyir. Bərabər sahəli istədiyi üçün biz 72 və 162'nin əbabını tapmalıyıq ki, görək 72 və 162 nəyə bölünür? Nəyə bölünürsə buradan belə böləcəyik. Məsələn, eyni ölçüdə belə böləcəyik. Təxminən. İndi 162 və 72'nin əkobunu axtaraq. 72'ni 2'yə bölsək 36, 2'yə bölsəm 18, 2'yə bölsəm 9, 3'ə bölək 3, 3'ə bölək 1. 162'ni bölək. 2'yə bölsəm edəcək 81, 3'ə bölsəm 27, 3'ə bölsəm 9, 3'ə bölsək 3, 3'ə bölsək 1. Buradan əbabını tapaq. Gördüyümüz kimi 2 ilə 2 ortaqdır və bu 3-lə bu 3 ortaqdır. Bu 3-lə də bu 3 ortaqdır. Yəni ortaq olan 2 vursun, 3 vursun, 3. Ortaq olan sadıqdan hansı nə idi? Əbab idi. Əbabımız 2 vursun, 3, 6 vursun, 3, 18. Demək, əbabımız 18 isə o zaman biz 72'ni 18'ə bölməliyik. Çünki burada neçə kvadrat əmələ gəlir? Hündürlüyünə doğru. 72'ni 18'ə bölsək edir 4. Yəni 4 dənə buradan olur belə. 162'ni də bölürük 18'ə. Edir 9. 9 edir buradan. Əbabı tapıb əbabı bölürük. Buradan 18'ə bölsə əbabımız 18 idi. Tərəfləri əbabı bölürük. Yəni eni və uzunluğu 18 cm olan kvadratlar yaradırıq bərabər ölçüdə. Burada 9 hissəyə bölünür. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Təxminən belə oldu. İndi siz fikir verməyin. Sanki eyni ölçüdədir buralar. Yəni belə bir şey olacaq. Özüm çəkirəm ki anlayasınız. Burada gördüyümüz kimi 4 dənə belə oldu. 9 dənə belə. 4 vursun 9, 36, yəni 36 dənə kvadrat olacaq. Buradan fermer bağdan 232 kilogram alma topladı. O məhsulun 83 hissəsini 1 kilogramı 5 manata şirə zavoduna, qalanı isə 1 kilogramı 2 manata satış məntəqəsinə satdı. Fermer almanın satışından cəmi neçə manat gəlir əldə etdi. Deməli, bağdan 232 kilogram alma topladı. O məhsulun 83 hissəsini 1 kg 5 manata şirə zavoduna, qalanı isə 2 manata satış məntəqəsinə satdı. Fermer almanın satışından neçə manat gəlir əldə etdi. İndi əvvəlcə baxaq görək 232-nin 8'də 3'ü nə qədərdir? Bunu tapaq. 2 görə nə qədər? 232-dən həmin kütləni çıxacaq. 5 manata şirə zavoduna satır. 2 görə nə qədərini 5 manatdan satır? 232-nin 8'də 3'ünü tapmaq üçün 232
Ne 8'də 3'ə vurmalıyıq hissə axtararkən. Buradan 232 ilə 8 ixtisar edəcək. 8 ixtisar edəcəksə burada 29 qalır. Burada 1. 29'u da buradan 3'ə vururuq. Yəni 29 vursun 3 edir neçə? 87. Deməli 87 kiloqramlı satıbdır 5 manatı. Şirə zavoduna. Yəni 87'ni vuracaq 5'ə. Şöyle neçə manat qazanır buradan? 435 manat. 435 manat buradan kazandı oldu. 232'den çıxacam 85'i 87'ni. Çünki 87 kiloqramlı şirə zavoduna verdim. Sonra deyir ki qalanını isə 1 kiloqram kim adına satış məntəqəsinə satdı. Yəni baxacağım ki qalan nə qədərdir. Onun üçün də ümumi 232 kiloqramdan şirə zavoduna satdığım 87 kiloqram çıxıram. Bu deyir 145 kiloqram. Bunu da hərəsini 2 manatdan satıbdır hər kiloqramını. Biz də 145'i 2'yə vursaq edəcək 290 manat. Buradan da bizə deyir ki fermer alman satışından cəmi neçə manat gəlir əldə etdi. Ona görə də cəmi toplayırıq. Yəni 435 ilə 290'ı toplasaq edəcək necə 725 manat edir. Yəni burada 5, 2, 1 yadda 4'ünki 6, 1 yadda 725. Yəni cavabımız A variantı olacaq. Keçək 33-cü suala. 33'te deyir ki 2A, 5B, 8'də 4'ə və 9'a tam bölünür. AB hansı neçə müxtəlif qiymət alar? İndi əvvəlcə 4'ə bölmə əlamətini biz təyin etməliyik. 2A, 5, B, 8 ədəd verib. Biz bir 4'ə bölmə əlaməti ədədin son 2 rəqəmi 4'ə bölünərsə, ədəd 4'ə bölünər. İndi baxaq görək. Son 2 rəqəmi 4'ə bölünən neçə B qiyməti var? Bunu təyin edək. Yazıram 2A, hələ ki 5. Sonunu yazacağım. Mesela 0,8 yaza bilərik. Çünki 0,8 yazsam 8'e bölünür. Bundan sonra 2A5 buraya yazacağım. 18 yaza bilmərik. Çünki 18 4'ə bölünmür. Ancaq 28 yaza bilərik. Yəni 2 artıracağım buralar. 2A5 48 yazacağım. 2A5 68 yazacağım. 2A5 88 yazacağım. Bunlar hamısı mümkündür. Son 2 rəqəm. Çünki bunlar 4'ə bölünür. Ona görə biz deyə bilirik ki, bu ədədlərimiz 4'ə bölünür. Və 9'a tam bölünür. 9'a bölünmə əməlinə görə də biz A-ları təyin edəcəyik. İndi buradan ox işarəsi qoyuram. Buradan A yazdım, buradan B. İndi gördüyümüz kimi A burada B-ni 0 yazmışıq. B 0'dır. B-nin 0 qiymətinə görə A-nı alacaq. Çünki 9'a bölünmə əməliyyatı rəqəmlərin cəmi 9'a bölünürsə, əməliyyat 9'a bölünür deyə bilirik. Ona görə biz burada bu ədədimizdə 2'dir, 5'dir, 0, 8. Toplasaq edəcək 15. 15'in üzərindən nə gəlsək 9'a bölünər? 4 gəlsə, yox 15'in üzərindən 3 gəlsə 18 9'a bölünür. Yəni A burada 3 olmalıdır mütləq. 2. A-nı yenə 3 yazsam, buradan silirəm A-nı yenə 3 yazıram. 2'nin 3'ündən 5, üstəgəl 5, 10, üstəgəl 0, 10, üstəgəl 8, 18 bölündü. Burada da A vur B-ni istəyirdi. A vur B burada 0 olacaq. Keçirik ikinciyə. Buradan gördüyümüz kimi 2, 8, 10 cəmi. Üstəgəl 5, 15, üstəgəl 2, 17. 17'nin üzərində gəlsə 9'a bölünər 1 gəlsə. Yəni A burada 1 olacaq. B-nin hansı qiymətində? Gördüyümüz kimi 2 qiymətində. Bunların hasili 1 vursun 2 eləyir hasilimiz. Sonra buradan baxsaq, gördüyümüz kimi B-yə 4 vermişik. Yəni B buradakı qiymətlərdir. B-yə 4 vermişəm. B-nin 4 qiymətində burada biz bu ədədə baxırıq da. Burada 2 üstəgəl 5 edir 7, üstəgəl 4, 11, üstəgəl 8, 19 edir. 19'un üzərindən nə gəlsək 9'a bölünər, 8 gəlsək. Yəni burada A-nı 8 yazmalıyıq. Yox, burada biz səhv qoyduq yenə. Bura B-yə 4 bura yazıram. Buradan da A nə oldu? 8. Bir də deyim. 2 ilə 8'in cəmi buradan baxırıq. 10 üstəgəl 5, üstəgəl 4, 19, 19'un üzərindən 8'dən 27 9'a bölünür. Bəli. İndi burada 8'i 4'ə vursaq edəcək neçə? 32 qiymət aldı. Bəlkə eyni qiymət alınır deyə hamısını yoxlayırıq.
Sonra bura baxsaq, burada da rəqəmlərə cəmi baxsaq, 6 ilə 8-in cəmi edir 14. 14-ün üzərinə 5 gəlsək 19. Üzərinə 2 gəlsək 21. 21-in üzərinə nə gəlsək 9-a bölünər? 6 gəlsək 21-in üzərinə. Yəni buradan ox işarəsi qoyuram. B gördüyümüz kimi 6'dır. Yəni hesablayaq, yadımdan çıxdı. Bir də deyim. 2'dir, 5'dir, 7'dir. Üstə gəl 6, 13, üstə gəl 8, 21. 21'in üzərinə 6 gəlsək 27'dir. 9'a bölünür. Deməli 6 yazdıq bura. 6, 6 oldu. Bura müxtəlif rəqəmin işarəti verib mi? Bura baxaq. Bölünür. A, B, A-sı. Neçə müxtəlif qiymət var? Yəni müxtəlif A və B müxtəlifdir demədiyinə görə burada hər ikisini 6 götürə bilərik. 6 vurur 6, 36 etdi. Qaldı sonuncusu, bunu yoxlamalıyıq. Bu gördüyümüz kimi B-yə 8 vermişik. Qeyd aparıram bura. B üçün 8'dir. A üçün də 2, 5, cəmi 7. 8'dən 8, 16. 7'ni topsaq 23. 23'ün üzərinə nə gəlsək? 23'ün üzərinə nə gəlsək? 9'a bölünər 4 gəlsək. Yəni 4 olsun 8 olacaq. O deyir 32. Bizə deyir A vur B neçə müxtəlif qiymət olar? Gördüyümüz kimi burada iki qiymətimiz eyni oldu. Ona görə birini ləğv edirəm. Çünki müxtəlifliyi istəyir. O zaman neçə dənə qiymət olacaq? 1, 2, 3, 4 dənə. 4 dənə nə olacaq? Müxtəlif qiymətimiz olur. Cavab C variantı. Keçək növbəti suala. 34-cü sual. 34-cü sualda qabda 1,2 litr süd var. 4 dolu stəkan süd əlavə etdikdən sonra qabda 2 litr süd oldu. Bir stəkanın tutumu neçə litrdir? Deməli 1,2 litr süd var. Bunun üzərinə 4 dolu stəkan tökülür. Yəni 4 dolu stəkanın ümumi 4 olsun. Bir stəkanın tutumunu x litr götürsək, o zaman 4x qədər süd tökülür ki və alınır 2 litr. O zaman burada 4x bərabərdir. 1,2'ni bu tərəfə keçirsək, olacaq 2 çıxılsın 1,2. Buradan da qalır 4x bərabərdir 0,8. X-i tapmaq üçün 0,8'i bölürük 4'ə. Bu deyir 0,2. 0,2 litr, yəni cavab A variantı. 35-ci suala baxırıq. MNK ədədlərinin cəmi 222'dir. MN'dən 4 və kiçik. N isə K-dan 21 var böyükdür. N qiymətini tapın. Yazırıq M, N'dən 4 dəfə kiçikdir. N'dən 4 dəfə kiçikdir. Deməli N bərabərdir 4 dənə böyük M-ə. Burada N isə K-dan 21 vahid böyükdür. N isə K-dan 21 vahid böyükdür. M, N'dən 4 vahid kiçikdir. N isə K-dan 20 vahid böyükdür. Yəni K-ya x versək, verdiyimdə K bərabər x olsun. O zaman N olacaq x büyüsü 21. Belə bir dənə şərt veribdir ki M, N, deməli M, N'dən 4 dəfə kiçik. M, N'dən 4 dəfə kiçikdir. Bunu başdan nömrələyim bir daha. Yəni çünki hər birini bir-birinə əlaqələndirməm lazım. Əvvəlcə bu ikisi üzərindən baxaq. Bax dedik ki N, deməli M, N'dən 4 dəfə kiçikdir. Yəni biz M daha kiçik x versək M-ə, böyük M-ə x versəm, o zaman N-dən 4 dəfə kiçikdirsə, yəni tərsinə biz belə deyə bilərik ki, N də M-dən 4 dəfə böyükdür. Yəni bu 4x olacaq. Sonra deyir ki N isə K-dan 21 vahid böyükdür. Yəni K-dan 21 vahid böyükdürsə, o zaman K nə olacaq? Yəni bu 4x K-dan 21 vahid böyüksə, o zaman K-ya da 4x çıx 21 yazmam lazımdır ki N bundan 20 vahid böyük olsun da. Yəni biz buradan 21 çıxmalıyıq ki nəsə buraları anladıq. Bizə deyir ki K, N, M cəmi 222'dir yuxarıda verib şərtimizi. Yəni burada toplayası olsaq bunların hamısını, yəni K gördüyümüz kimi M x-dir, N 4x-dir, bunların cəmini tapırıq. Üstə gəl K-dır 4x çıx 21, üstə gəl 4x çıx 21 bərabərdir 222'dir. Burada verib ki 222'dir. Buradan biraz bu tərəfə çəkək. Həll edək. İndi
Bu x 4x ve 4x cəmi 9x bərabərdir. Bu çıx 21'i bu tərəfə keçirsəm olacaq 222 üstə gəl 21. Buradan da 9x bərabər 222 ilə 21'i toplasaq necə 243. Buradan da x bərabərdir 243'ü böləcək 9'a. X də bərabər olacaq neçə? 27'ye. X 27. N'in qiymətini tapın. N'ı da biz burada nə qalmışdıq? 4x təyin etmişdik. X də 27 ise o zaman 4x də olacaq. N'imizdə 4x yəni 4 olsun 27 olur. 4 də 27'ye buranı neçə edir? 108 edir yəni. 108. Sıramız 108 B bəndi. Kiçik 36-cı suala. 36-cı suala deyir ki, ədədlərini artan sırayla düzün. Əvvəlcə bunları surət və ya məxrəclərini eyniləşdirək ki, artan sırayla düzə bilək. Və ya qarışıq ədəd çevirsək də alınacaq bu. Qarışıq ədəd çevirsək, baxın burada 33'ü 5'e bölsəm A olacaq 6 tam 33'ü 5'e böləndə. Qalıq 3K 5'də 3 yazıram. Burada 24'ü 27'ni 4'e bölsəm burada da 6 tam 4'də 3 alınacaq. Burada 39'u 6'ya bölsəm burada da 6 tam qalıq 3K yəni 6'da 3 yazırıq. Burada müqayisə edə bilərik. Gördüyümüz kimi tamlarımız eynidir. 6 tamdır. Ancaq surətlərimiz də eynidir. 3'dür. Məxrəclərimizin böyük olan daha kiçik olacaq deməkdir. Bizə deyir ki, artan sırayla yazın. Burada da gördüyümüz kimi ən böyük məxrəcli surətlər eyni olanda məxrəci böyük olan daha kiçik sayılır. Ən böyük məxrəcli C'dir, yəni bu daha kiçik sayılır. Artan sıra dediyi üçün kiçikdən böyük cürü, ən kiçiyi C'dir. Sonra daha böyük məxrəcli A'da olduğu üçün A'dır. Ən kiçik məxrəcli olanımız da B'dir, yəni ən böyük sayılır. C, A, B doğru cavabımız olur. B bəndi. Kiçik 37-ci suala. Onluqlar mərtəbəsindəki rəqəmi təklər mərtəbəsindəki rəqəmdən 2 dəfə kiçik olan 3 rəqəm natural ədədlər üçün aşağılaşan hansı hər zaman doğrudur? Nədir? Onluqlar mərtəbəsindəki rəqəmi təklər mərtəbəsindəki rəqəmdən 2 dəfə kiçik olan. Onluqlar mərtəbəsindəki rəqəmi məsəl üçün bir dənə misal göstərək. Deməli burada təklikdir, burada onluqdur. 2 rəqəmli ədəd göstərirəm. Onluqlar mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsindəki rəqəmdən 2 dəfə kiçik. Yəni bura 1 isə bura 2 olsun. Və ya bura 2 isə bura 4 olsun. 2 dəfə kiçik. 3 isə 6, 4 isə 8, 5 isə 10 deyə bilmirik. Yəni bura qədər gedir. 1, 2, 2, 4, 3, 6, 4, 8 deyə bilirik. Nəsə deyir, 2, 2 olan 3 rəqəmlər 3 aşağıdakı hansı hər zaman doğrudur? 3'ə bölünürlər. Baxsa olsaq rəqəmlər cəmi 1, 2, 3'ə bölünür, 2, 4, 3'ə bölünür, 3, 6 rəqəmlər cəmi 3'ə bölünür, 4, 8 rəqəmlər cəmi 3'ə bölünür. Doğrudur. Gəlin bax, 4'ə bölünürlər. 12 hansı hər zaman doğrudur deyir. Nə deyir? Burada baxaq. Onluqlar mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsindəki rəqəmindən 2 dəfə kiçik olan 3 rəqəmli natural ədədlər deyir. 3 rəqəmli natural ədədlər, hə. Bu 3 rəqəmli natural ədədlər deyir ki, biz 2 rəqəmli yazmışam mən başda. 3 rəqəmli yazaq. 3 rəqəmli desək biz burada verdiyimdə yüzlüklər mərtəbəsinə 3 rəqəmlərin yüzlüklər mərtəbəsi var da. Bura 1-dən 9'a kadar rəqəm yaza bilərəm. Məsələn 112 yaza bilərəm, 212, 312. Yəni məsələn mən bura 112 yazsam, rəqəmlər cəmi hamısına 100 yazaq. Əvvəlcə tutaq ki, atdım özümdən. Və ya 212 də alırlar, 312 də. Burada da 124, 224, 924'e kadar gedir. Burada 136, 236, 336, 936'ya kadar gedir. Bütün rəqəmlər burada bütün rəqəmləri sığışdırırıq yüzlüyümüzə yəni. 112'nin rəqəmlər cəmi 4 3'ə bölünmür. Yəni bu alınmadı hər zaman. 4'ə bölünür. 4'ə bölünmə baş verir. Çünki son iki rəqəmimiz 4'ə bölündüyü üçün 4'ə bölünmə burada son iki rəqəm 4'ə bölünərsə həmin ədədlər 4'ə bölünür. Yəni biz bunun yüzlüyünə 1'dən 9'a qədər istənilən rəqəmini yazsaq son iki rəqəm 4'ə bölündüyü üçün
bu üç rəqəmlər dediyimizdə 4-ə bölünür deyə bilirik. Yəni bura biz A yazaq. A'nın istənilən qiymətində son iki rəqəmlər 4-ə bölündüyü üçün 4-ə bölünmə əlamətinə görə bu doğrudur. Cavabımız elə birbaşa B olacaq. 5-ə bölünürlər. Axırıncı rəqəmlər heç biri 0 və ya 5 olmalı üçün 5-ə bölünmür. 9-a bölünmələr rəqəmlər cəmidir. A-nı yenə biz 1 qoyduğumuzda belə səhv olur. Çünki 1, 1, 2 cəmi 4-dür. 9-a bölünmür. Bu da getdi. Bu da getdi. Cavabı yalnız B bənin doğru oldu. 38-ci suala baxırıq. 38-ci sualda 2,5 dəqiqəyə bir sual həll edən Nuray 1 saata sualların 7-2'sini həll edibsə, Nurayın həll etməli olduğu daha neçə sual qalmışdır? Deməli, bir sual həll edən Nuray 1 saata sualların 7-2'sini həll edibsə, Nuray həll etməli olduğu daha neçə sual qalmışdır? Deməli, burada belə edə bilərik. İndi bizə deyir ki, 2,5 dəqiqə bir sual həll edir. 1 saatda da 7-2'sini həll edir. Baxaq ki, 1 saata nə qədər həll edib ki, bu Nurayın ümumi sualların 7-2'sinə bərabərdir. Yəni, Nurayın suallarını x götürsək, 7-2'si x bərabərdir. 2,5 dəqiqə birini həll edirsə, 60 dəqiqə nə qədər həll edir? 60'ı böləcəm bir suala sərf etdiyi zamana. 2,5'e. 60'ı 2,5'e böldüyümüzdə burada sanki bölərkən biraz aralayayım. Bunu 60 bölünsün. 2,5 yazıram. Bura verici qoyub 0 yazırıq. Burada 0 yaza bilərik. Yox, 0 yazmırıq. Çünki rəqəmimizin arxası, vericimizin arxasında bir rəqəm. Burada vericinin arxasında bir rəqəm yaratdıq. Buradan verici silsək 600 bölünsün 23 alınır. 600 də 25'e bölsək eləcə 24. Yəni bura oldu 24. Yəni Nurayın 1 saata 24 tane sual həll edir. Bu 24 tane sual ümumi Nurayın x qədər sual sayısının 7-2'sini həll edir. 7-2'sini təşkil edir. İndi biz buradan x'i tapmaq üçün 24'ü bölməliyik 7-2'ye ki, görək ümumi sualların sayı nə qədərdir? Buradan da bərabər 24'ü vururam 2'də 7'yə. Buradan da 2 ilə 24 qısa gedir 12 qaldı. 12'ni də vururam neçəyə? 7'yə edir 84. 84 tane sual var imiş. Yəni həll etməlidir normalda. 7-2'si 24'sə deməli bunun 84 sual var. Bu da 24 tanesini həll edibsə 1 saata. 84'dən 24 çıxırıq. Hələ 60 tane də sual həll etməli olduğunu tapırıq. Cavabdır. 39-cu suala perimetr 24 cm olan kvadratın bir tərəfini 1,5 dəfə artırsaq sahəsi neçə kvadrat santimetr artar? Perimetr 24 olan kvadratdan danışır. Kvadratımızı çəkdik, bərabər 24 yazdım. İndi bunun perimetri 24 ise biz de bilirik ki kvadratın bütün tərəfləri nədir? Bərabərdir. O zaman perimetri nədir? P bərabər 4A, bunun qiymətini nə verib? 24. Yəni 4A bərabər 24. 4A bərabər 24'dən A-nı tapsaq bərabər 6 edir. 24'ü 4'ə bölsək. Yəni bizim kvadratımızın tərəfi 6 imiş. Əvvəlcədən ən başdan perimetri 24'dürsə, kvadratın bir tərəfini 1,5 dəfə artırsaq sahəsi neçə kvadrat santimetr artar? Əvvəlcə sahəsi deməli gördüyümüz kimi 6 və 6 olduğu üçün sahə axtarını nə edirik? En uzunluğuna vururuq. Yəni S bərabərdir 6 vursun 6 bərabər 36'dır hələlik. İndi 1,5 dəfə artırıram tərəfini. 1,5 dəfə artırsam 6'nı 1,5'e vurmam lazım. 6'nı da 1,5'e vuranda edir 9. Yəni bir tərəfini 1,5 dəfə artırsam 1,5'e vuranda burasını da 1,5'e vuram. Hər bir tərəfini 1,5'e vururuq. Alınır 9. Yəni yeni alınan kvadratımızın tərəfləri olacaq 9. Bütün tərəfləri. 1,5 dəfə artırdıqdan sonra. Bundan sonra sahəsi 9 vur 9. Eləcək 81. Buranı silirəm. Deməli, əvvəlcə 36 idi. İndi 81 oldu. Necə kvadrat santimetr artar? Yəni əvvəlki ölçünü çıxmam lazım. 81'dən. 81 çıxır 36. 81'dən çıxırıq 36. 45. Yəni 45 kvadrat santimetr artar. Cavab D variantı. Keçək 40-cı suala. 40-cı suala deyir ki, ədəd oxu xətlərlə bərabər hissələrə bölünmüşdür. Ədəd oxu üzərindəki hərflər müəyyən ədədləri əvəz edir. Ona görə də burada B çıxılsın adı C-ni istəyir bizdən. İndi biz əvvəlcə
iki ədəd arasındakı məsafəni tapaq ki, nə qədərdir? 2-dən 1-i çıxıram, 1. Yəni buradan bura ümumi ölçü 1-dir. 1 metr, 1 santimetr nədir artıq? Bunu neçə hissəyə bölübdür? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 hissəyə bölüb. Yəni ümumi 2 ilə 1 olan 2 və 1 arasındakı ümumi məsafə 10 arıya bölünüb. Yəni ümumi uzunluğu 1-dir, 2 ilə 1 arası. Bu 1 də 10 yerə bölüb alınıb 10'da 1 və ya 0'da 1 yaza bilərik. Deməli hər aramız, hər bu balaca aramız 0,1'dir. Bizə deyir ki, bu hərfləri tapmaq. İndi A-nı axtarmamız lazım. A-nı axtarsaq, burada 0 başlayır. 1, 2, 3, 4, 5, 6-cıda yerləşir. Yəni 6 dənə 0,1-in cəmi, belə hamısını yazmıram. Eycək 0,6. Deməli A 0,6'dır. Keçirik B-yə. B isə gördüyümüz kimi 1 tamdan sonra gəldiyi üçün biz B-yə yazdıq 1 tam hələlik. B-yə qədər nə qədər ara var? 1, 2, 3, 4. 4 dənə 0,1'in cəmi edəcək. Burada 0,1'lər var. Yəni 4 dənə. Hər aramız 0,1'dir balacalar. 4 ilə birlikdə 0,4'dir. 1 tamdan başladığı üçün 1'dən sonra 0,4. 0,4 ilə də 1'i toplasaq edəcək neçə? 1,4. Yəni B də oldu 1,4. Qaldı C. C-yə baxacaq olsaq 2 tamdan sonra gəldiyi üçün 2 tam yazırıq. Və 1, 2, 3, 4-cüdür. Yəni 2,4 yazırıq. Getib yerinə qoyaq indi. Kəsrəçi B çıxılsın A yazıb. B-miz 1,4'dür. Yazırım 1,4. Çıxılsın A, yəni 0,6. Surətləri C yazıb, yəni 2,4. 2,4 almışdıq. İndi həll edirik. İndi burada 0,6 yazmalıydım. 0,6. 1,4'dən burada 0,6'nı çıxsaq məxrəcdə. Eyəcək 0,8. 2,4'də surətə yazırıq. Gördüyümüz kimi surət məxrəcdəki kəsirlərimizin, onluq kəsirlərimizin vergülün sağında eyni sayda rəqəm var. Ona görə bu vergülləri silə bilərik. Yəni surət məxrəcdə ona vururam. Burası 0,8, yəni bu 8 deməkdir. 8'də 24, bu da 3. 24, 8 bölünüb 3. Cavabımız A variantı. 41-ci sual keçirik. Müəllim lövhəyə gördüyümüz kimi 60.137.562 ədədini yazır. Daha sonra lövhəyə çıxan 5 şagirddən hər biri istədiyi bir rəqəmi silir. Ən sonunda lövhədə qalan rəqəmlər soldan sağa doğru oxunduqda mümkün ən böyük ədəd alınır. Bu ədəd rəqəmlər hansı neçə olar? İndi biz burada çalışmalıyıq. Yəni 5 şagirddən hər biri istədiyi bir rəqəmi silir. Gördüyümüz kimi burada neçə dənə rəqəm var? Parçalasaq 6, 8 rəqəm var. 8 rəqəmdən 5 adam çıxıb hərəsi bir dənə rəqəm silirsə, yerdə 3 dənə rəqəm qalası. Yəni biz yerdə 3 rəqəmli ədəd alasıyıq. Həmin 3 rəqəmli ədəd də ən böyük olmalıdır. Və həmin ən böyük 3 rəqəmli ədədində rəqəmləri hasilini tapacağıq. İndi biz burada ən birinci 10 belə deyim, burada yüzlük mərtəbəsidir. Bu onluqdur. Təşrişdir də 3 rəqəmli qalırsa. Yüzlüyün ən böyük olması üçün biz demək ki, hər ki bu 7'ni saxlamamız lazım. Ona görə bunların hamısını silirəm ki, burada 7 qalsın. 4 dənəsi sildik. Yeri qalır bir dənəsi. İndi bu 2'ni silsəm alınacaq 756. Bu 5'i silsəm alınacaq 762. 6'nı silsəm 756. Yəni buradakı 5'i silməm. Çox şahidi burada 2'ni çıxır 756 yazır. Amma bu yanlışdır. Çünki buradan biz 5'i silsək, o zaman onluq mərtəbəmiz böyüyüb olacaq 762. Yəni ən böyük ədədimiz 762 olur. Buradan sildik. 762. Bunun rəqəmləri hansını istəyir? 7'ni 6'ya vuram 42. 42'ni 2'ye vuram edir 84. Yəni cavabımız 84 B bəndə olacaq. Keçik 42-ci suala. 6 dost bir işlə kişi almaq istəyir. Nurlanın 45, Nəzrin 20. Bunlar yazın. Deməli Nur. Nurlanın 45 manat pulu var. Nəzrinin yazıram. 20 manat pulu var. Səmanın S yazdıq. 30 manat pulu var. Sevincə S yazıram. 10 manat pulu var. Arifə A yazıram. Arifin 35 manat pulu var deyir. Sonra Elayın 40 manat. Yazdıq. Elayın 40 manat pulu var. Deyir pulu var. Sevinc ilə Nəzrin qeyd aparım buradan. Nəzrin 20'dir. Sevinc də 10 gördüyümüz kimi
Sevinci C yazmışdım. Nəzrinə nəzr. Sevinci ilə Nəzrin eyni kitabdan 6 ədəd ala bilərsə, ikisi birlikdə 6 dənə alırsa, yəni 20 Nəzrindir, Sevinci 10, 20 ilə 10 cəmi 30 edir. Hər ikisi birlikdə 6 dənə alır eyni kitabdan, yəni qiymətdə eyni olur deməkdir. 6 kitab alıblarsa 36-ya bölsən, bir kitabın qiyməti 5 manat ala bilərsə, uşaqların hamısı birlikdə cəmi neçə kitab ala bilər. Ona görə də bütün uşaqların pullarına bax, görün ümumi nə qədərdir? 45-dən 20, 65, üstə 30, 95, üstə 10, 105, üstə 5, 100, 10, üstə 40, 150. 150 manat pulları var. Bir kitabın qiyməti 5 manat tapdıq. Hamısı birlikdə o zaman 150 bölünsün 5 bərabər 30 dənə kitab ala bilərlər. Cavab A variantı. Keçək 43-cü sualda 12 ədəd muncuğun deyir. Hamısı abakın 4 çubuğuna hər birində ən az bir muncuq olmaqla paylanılır və 4 rəqəmli bir ədəd əldə edilir. Bu şəkildə əldə edilən rəqəmlərin müxtəlif ən böyük və ən kiçik edilən cəmi A-larsa A-nın rəqəmləri cəmini istəyir. Demək ki, burada ən böyük və ən kiçik tapmalıyıq və olan cəmini tapmalıyıq. Həmin ədədində rəqəmlərin cəmini tapmalıyıq. Baxaq ki, burada neçə muncuq var? 3 burada, 4 burada, yəni 12 dənə muncuğumuz var saysaq. Demək ki, bizim yaradacağımız ədədimiz 12 rəqəmli olacaq və ən kiçik və ən böyük yaradırıq və bizə deyir ki, hər birindən az bir muncuq olmaqla paylanılır və 4 rəqəmli bir ədəd əldə edilir. Bu şəkildə əldə edilən rəqəmləri müxtəlif, yəni müxtəlif rəqəm istəyir. Biz də məcburuq ki, bura ən böyük olması üçün 1, 2, 3 yazırıq. 1, 2, 3-ün cəmi eləyir 6. Burada da 12 dənə muncuğumuz var idi. Burada 6 yazıram. Yəni 6321 alınır bizim ədədimizin biri. Ən böyük ədədimiz yəni. Çünki hər birinə ən az bir dənə qoymalıyıq. Yəni 0 yazmalıyıq bura. Bu ən böyük ədədimiz. İndi digərini də ən kiçik olmaq üçün daha böyük mərtəbəyə daha az verəcəm. Yəni 1, 2, 3, 6 eləyir. 12 dənə olduğu üçün burada 6 yazırıq. Ən kiçik olacaq 1236. Bu deyir ki, ən kiçik və ən böyük ədədin cəmi, yəni cəmi A-dır. Toplayıq bunları. 7, 5, 5, 7. 7557 deyir. Deyir, həmin bu ədədin rəqəmləri cəmini tapın. Rəqəmləri cəmini olacaq 705 edir. 12 5. 17 7 deyir. 24. Cavabımız 24 olur. C variantı. Keçirik 44-cü suala. Şəkildə tərəzilər tarazlıqdadır. A-nı tapın deyir. Gördüyümüz kimi burada A və B ördəyi var. Yəni A ördəyinin çəkisi A-dır, B ördəyinin çəkisi B-dirsə, bunların cəmi tarazlıqdırsa 8 kiloqram verib, ikisi birlikdə 8-dir. Bərabər 8. Burada da A ördəyinin üzərinə 2 gəlibdir. Yazırıq A üstə gəl 2 bərabər B ördəyinə, yəni B-yə. Buradan A-nı axtarıq. Biz o zaman buradakı B-nin yerinə bu B-nin qiymətini, yəni A plus 2-ni qoyacağım. Yəni buradan ox işarəsi qoyuram. A üstə gəl B yazıb. B də burada nə vermiş aşağıda? B nəyə bərabər? A plus 2-yə. O zaman buradakı B-nin yerinə A plus 2 yazacağım. Bu B-dir. A plus 2 yazım. Bərabər nəyə? 8 yazır. Bərabərli 8. O zaman buradan A ilə A-nın cəmi 2A üstə gəl 2 bərabər 8. Buradan müsbət 2-ni bir tərəfə keçirsək çıxaq 2 olacaq. Yəni 2A bərabər, yəni 2 vurulsun A bərabər 8 çıxsın bu 2 yer 6. A da bərabər 6 2 bölsəm 3. Cavabımız 3 B bəndə olacaq. 45-ə baxırıq. Qatar stansiyasına gələn Səməd realdan 5 dəqiqə gec. Səməd realdan 5 dəqiqə gec çatıb. Səməd realdan 5 dəqiqə gec çatıbsa, realdan 5 dəqiqə gec. Deməli, real x dəqiqə çatıbsa, Səməd də 5 dəqiqə gec, x plus 5 dəqiqə çatıb. Yəni, daha çox zamana gec o deməkdir. Daha çox zaman gec deməkdir. Daha az zaman tez deməkdir. Real Gülaydan 8 dəqiqə tez. Real Gülaydan 8 dəqiqə tez. O zaman bu real x dəqiqə çatıbsa, Gülaydan 8 dəqiqə tez çatıbsa, o zaman Gülayda olacaq x çıxılsın 8. Real Gülaydan 8 dəqiqə tez, yox.
bu 8 dəqiqə gec çatıbsa, deməli Gülayımız 8 dəqiqə gec çatıb deməkdir. Royal Gülaydan 8 dəqiqə tez çatıbsa, biz tərsinə deyə bilərik ki, Gülay da Royaldan 8 dəqiqə gec çatıb, yəni daha çox dəqiqə çatıb. İndi ki, Səməd Gülaydan 2 dəqiqə tez çatdı. Səməd x+5'dir, Gülay da x+8. Bunların dəqiqələr arasında gördüyümüz kimi buralar x-dir, eynidir. 5 ilə 8 arasında fərq 3'dür. Yəni 3 dəqiqə. Cavab B bəndi. Keçik 46-cı suala. Bir qrupda 4 nəfərdən daha çox insan var. Bu qrupdakı hər kəsə bərabər sayı. Deməli, bir qrupda 4 nəfərdən daha çox insan var. Yazıram. İnsan sayı. İnsan sayı 4 nəfərdən çoxdur. Çoxdur 4-dən yazıram. Bu qrupdakı hər kəsə bərabər sayıda və 5-dən daha çox sayı paylanılır. Həm bərabər, həm də çox. Deməli, top sayı yazıram. Top sayı 5'ten daha çoxdur. Yəni böyükdür. Bərabərdir 5'ə. Yox, 5'ten daha çox. 5'ten daha çox. Bəli. Top sayı digər uşaqlarda 5'ten çox ola bilər. 5'ten çox olan başqa bərabər sayıda da top ola bilər. Buna görə paylanan ümumi top sayı aşağıdakı hansı ola bilməz deyir. İndi mən burada baxıram görə 35, çünki məsəl üçün insan sayı tutaq ki 3 dənədirsə, hərəsində 4 dənə top verirəmsə, 3'ü 4'ə vurub nə edirik? Ümumi topların sayını tapırıq. İndi burada adam sayı 4'dən çoxdur, top sayı 5'dən çox. Yəni biz burada top sayını axtarmaq üçün adam sayını vurmalıyıq top sayına. Və bir nəfərə düşən top sayını vuruq ümumi olan sayı. Yəni bu 35 hər hansı 2 ədədin hasilidir. Yəni 35 7 vur 5 deməkdir. Burada deyir hansı ola bilməz. 7 vur 5 ola bilərmi burada? Məsəl üçün mən burada top sayını 7 versəm ki top sayı 7'dir, yəni 5'dən çoxdur və adam sayı da 4'dən çox 5 yazıram. Həqiqətən ola bilər yəni 35. Yəni bu mümkündür. 36 nədir? 6 vurulsun 6 deməkdir və ya da 4 vurulsun 9 deməkdir. Məsələn 6 vur 6 bizə demək ki, yəni bərabər sayda ola bilər. Demək 6 vur 6 ola bildiyi üçün burada mən bura 6'da yazsam insanların sayı 4'ten çox olmuş olur. Yəni bu uyğundur. Burada top sayını 6 yazsam 5'ten çox olur. 6 vur 6 36 yaza bilərəm. Bu da mümkün. Amma 4 9 yazsam mümkün deyil. Amma 6 6 yazdığımızda mümkün olduğu üçün bura mümkündür yazırıq. 38 isə 2 vurulsun 19 deməkdir. Yəni başqa hər hansı 2 ədədin hasili 38 edə bilməz. Buradan da alınır ki, əgər mən insan sayını 2 nəfər seçsəm mümkün deyil. Çünki 4'dən çox olmalıdır elə şeylər. Və ya top sayını 2 yazsam 5'dən çox olmalı, bu da mümkün deyil. Yəni ona görə C bəndi olmur. Bizim cavabımız da ola bilməz, C bəndir. 42 də yenə də 6 vurulsun 7 kimi yazsaq 6 nəfəri bura yazıram, 7 nəfəri bura və yaxud da 7'ni bura, 6'ni bura, hər iki hal mümkündür. Ona görə yalnız ola bilməyən C bəndi 38 idi. Keçirik 47-ci suala. 47-ci sualda bizə deyir ki, 40 cm uzunluğundakı bir ev şəkildə göstərildiyi kimi 10 bərabər hissəyə hissə əldə ediləcək şəkildə qatlanır və sonra işarələnmiş yerdən kəsilir. Buradan kəsifdir. 40 10 bərabər hissəyə bölübsə, hissəyə bölünəcək şəkildə qatlayıbsa, onu 40 10'a bölürük 4. Yəni hər hissə 4'dür. Bizə deyir ki, şəkil qatlanır və sonra işarələnmiş yerdən kəsilir. Əldə edilən 3 parçanın hər birinin uzunluqları neçə santimetrdir? Baxası olsaq, burada 1, 2, 3 hissədir. Yəni hər hissə 4 olduğu üçün burada 4 olsun 3. 12 olacaq bu hissəmiz. Burada da 1, 2, 3, 4, 5 hissədən ibarətdir burası. 5'də 4'ü vursam hər hissəmiz 4'dür. Çünki burada gördüyümüz kimi 4 yazmışıq. Yəni 5'i 4'e vursam bu hissəmiz 20'dir. İndi buradan da bu tərəfi 1, 2 hissədən ibarətdir. Yəni 2'ni 4'e vursaq 8. Yəni 12, 20 və 8'dən ibarət olan cavabımız C variantı olur. Keçirik 48-ci suala. İçərisində 1-dən 10'a qədər fərqli sayda komplet olan 10 çanta 5 uşaq arasında hərəyə 2 çanta olmaqla paylanılır. Arzu 5, qeyd aparaq. Arzu 5, Bilal 7, Cəmil 9, Həsən isə 19
konfet alarsa M-nin neçə konfeti olar? M-nə də X verir. X axtaracaq. İndi bizə 10 dənə çanta var. 1-dən 10-a qədər də içində deyil konfet var. 1-dən 10-a qədər. Yəni 1-dən 10-a qədər cəm nə demək? Yəni 1 üstəgəl 2 üstəgəl 3 nöqtə üstəgəl 10 yazıram. Yəni 1-dən 10-a qədər ədədlərimizin cəmi 55-ir. Yəni çantanın içində 1-dən 10-a qədər konfet yerləşdirib. Birincisində 1 dənə, ikincisində 2 dənə, üçüncüsində 3 dənə, nəsə belə, 10-cusunda 10 dənə. Ümumi biz də konfetlərin sayını tapsaq, elə 1-dən 10-a qədər toplasaq 55 dənə konfet olduğunu tapıram. 55 dənə konfetdən gördüyümüz kimi 5-ini Arzu götürüb. O zaman 5 üstəgəl 7-dir 12. 12-nin üzərinə 9 gəlirəm 21. 21 ədədə mən 20-nin üzərinə 19 gəlirik, edir 40. 40 dənəsini payladıq mı? 40 dənə olsa, ümumi də 55 dənə idi. 55 dənədən də 40-ı çıxsaq, tapacaq M-nin konfet sayını 15. Cavabımız 15C variantıdır. Keçək 49-cu sual. Murad 5-lik, 10-luq və 25-lik qutularda satılan şarlardan almaq istəyir. Tam olaraq 90 ədəd şar almaq istəyən Murad ən az neçə qutu almalıdır? Murad 5-lik, 10-luq qutularda satılan şarlar almaq istəyir. Deməli, elə qutu var ki, içində 5 dənədir. Elə qutu var 10 dənə, qutu var 25 dənə. Burada deyir ki, tam olaraq 90 ədəd şar almaq istəyən Murad ən az neçə qutu almalıdır? Yəni, ən az olması üçün daha çox olan şarlardan almalı ki, qutu sayı az olsun. Bunu necə edə bilərik? Məsəl üçün, ən çox şar olan qutuları seçirəm. Məsələn, bir dənə 25, ikinci 25 götürürəm, yəni 90-a qədər gedirəm. Ədəldə üzərinə 25 yenə gələ bilərik, 75. 75-dən sonra 25 götürə bilmərəm, çünki 100-ə qalxır. Ona görə bir dənə 10 götürürəm, daha çox olan 25-dən sonra daha çox şar olan qutu 10-luq qutudur. Elədir 85, 85-in üzərinə 5 gəlsək 90 edir. Yəni buradan görürük ki 1, 2, 3, 4, 5 yəni ən az 5 qutu alsa 90 şar ala bilir. Cavab C bəndi. Keçirik 50-ci suala. Şəkildəki fiqur göstərilən xətlərdən qatlanaraq üstü açıq qutu düzəldir. Qutu açıq hissəsi üstü gələcək. Qutu açıq hissəsi üstə gələcək şəkildə masaya qoyulduqda alt üzündə hansı hərf olar? İndi biz bunu qatlasaq, tutaq ki bu yan tərəflərdir. Bunları yanlara qatsaq, yəni qutu çəkməyə çalışın buradan təxminən. Tutaq ki bu qutudur. Əyində olsa fikir verməyin. Bu qutunun kənarları bu C, D, Y kimi baxsaq, o zaman bu hissə C düşür. Bu ön hissəyə Y düşür, ön hissədir. Bu sağ tərəfə də D düşür. Yəni buraları rəngləyəm, bu hissələrdir. Bizə yerləşdirim, bir də bunu yerləşdirim. Buraları yerləşdirdik ki, yerdə buradadır. İndi A-nı da qatlasaq belə aşağıya doğru düşəcək bu hissəyə, yəni C-nin yan tərəfinə, C-nin yan tərəfində, yəni bu C-ni ön kimi göstərmədim. A, C-nin bu tərəfinə düşür, arxa tərəfə, yəni. A da bura düşəcək, arxa tərəfə, B də üst tərəfə örtüləcək, yəni. Biz də bu qutunu tərs çevirsək, bizə deyir ki, çünki deyir ki, qutunun açıq hissəsi üst tərəfə düşür. Hal-hazırda bizim qutumuzun açıq tərəfi aşağı tərəfə düşdü. Mən də bunu belə edib, belə etsəm, yəni təpəsi çevirsəm. Yəni gördüyümüz kimi üst düz açıq oldu. O zaman B alt üzə düşür. Cavabımız B bəndi. İndi 51. Xizək yarışında finalda 10 nəfər yarışır. Ziya özünü keçən yarışlardan 3 nəfər daha çox sayıda adamı keçmişdir. İndi 10 dənə yumru çəkəcəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə qutu 10 nəfər var. 10 nəfərdən bir dənəsi Ziyadır. O Ziyanı götürsək, tutaq ki bunu götürdün, demirəm buradadır Ziya. Sadəcə bu birini götürməliyik ki, yerdə qalır 9 nəfər. Həmin o 9 nəfər üzərindən belə bir təmlik qura bilərik ki, deyir ki, Ziya özünü keçən yarışlardan 3 nəfər daha çox sayıda adamı keçmişdir. Ziyanı x nəfər keçmişdirsə, Ziya da bu x-dən 3 nəfər daha çox adam keçib. Yəni,
x plus 3 qədər adamı keçib. Ziyanı biz 10 nəfərdən çıxdığımızda 9 nəfər qalmışdı. Bu 2 ziyanı keçdi. Ziyanın keçdiyi adamların sayıdır. X üstəgəl yox. Bu 2 ziyanı keçən adamlar sayıdır. Bu x üstəgəl 3 isə ziyanın keçdiyi adamların sayıdır. Bunların ikisi birlikdə 9 nəfərdir. Buradan da 2x üstəgəl 3 bərabər 9 edir. 2x bərabər 9'un 3 çıxsa 6. X də bərabər 3 edir. 6'nı 2'ye bölsə 3 edir. Demək ki, ziya 3 nəfər ziyanı 3 nəfər keçib. Ziya isə 6 nəfər keçib. Çünki ikisini yenə 3 qoysa 3 plus 3 6 edir. O zaman ziya 6 nəfər keçibsə və ziyanı da 3 nəfər keçibsə, ziya deməli nə birinci yerdə ölür, nə ikinci yerdə, nə üçüncü yerdə ölür. Çünki ziyanı 3 nəfər keçibdir. Bu 3 nəfər ziyanı keçən adamlardır. O zaman mən ziyanı bura qoysam 4-cü adam kimi. Ziyanın da arxasında 6 nəfər qalacaq. Baxın, bu burası olacaq 5, 6, 7, 8, 9, 10 nəfər var. Gördüyümüz kimi buradakı adamları saysaq, həqiqətən 6 nəfərdir. Ziyanın keçdiyi bu 6 nəfər, 3 nəfər əvvəlində, demək ortadakı da bu ziyadır. Ziyada 4-cü yerdə olmuş olur. Keçək 52-ci suala. Anarın sinifindəki bütün partalar bir nəfərlikdir. Partalar sıralar və cərgələr üzrə düzülmüşdür. Anarın oturduğu partanın sağında 3 nəfər. Tutaq ki, bir dənə partadır, bu anardır. A yazıram. Anarın sağında 3 nəfər var. O zaman sağına 1, 2, 3 yazıram. Solunda 2 nəfər. Solunda 2 yazıram. 1, 2. Önündə 5. Önünə düşünək ki, burasıdır. 1, 2, 3, 4, 5. Biri arxasında 1. Burada 1 yazar. Parta olduğuna görə bu sinifdə neçə parta var? Sayısı olacaq bu tərəfə doğru. Neçə nəfər var? 1, 2, 3, 4, 5, 6 nəfər buradadır. Yəni buraların hamısı yumurlanıbdır. Yəni buralara mən yazmıram. Sanki buralarda adamlar var. Sağdaq sağını, solunu bizə demişdi. Bunlar hamısı partalardır. 6 nəfər bu istiqamətdədir, belə. Baxaq ki, bu tərəfdə neçədəndir? 1, 2, 3, 4, 5, 6, 7 nəfər də belədir, 7-dir. 7-ni də 6'ya vurmalıyıq, eləcək 42 D variantı. 52-ci sual elədir, D, 42. Keçək 53-cü suala. 53-cü suala deyir ki, 4 rəqəmli ABCD ədədi 3 rəqəmli ABC ədədinə bölünmüşdə qismət ilə qalğın cəmi 16 olacaq. D rəqəmi neçədir? İndi ABCD-ni bölürük ABC-yə. Burada ABC sonunda bu D-ni silsək, D-ni çıxsaq. Burada A, B, C 0 olacaq. ABC 0'ı ABC'ye böldüyümüzdə 10 qalır. Bizə deyir ki, qismət ilə qalğın cəmi 16'dır. O zaman biz ABC 0'ı çıxsaq, buradan ABC 0, 10 düşdü. ABC'ni də 10'a vursaq, eğer ABC sonunda 0. Buna çıxsaq, bizdə qalacaq qalığımız nə? D qalır. Şuralar 0'da. Bizə deyir, qalıqla qismətin cəmi 16'dır. O zaman qalığımız D-dır. Üstəgəl qismətimiz 10'dur. Bərabər 16'dırsa, o zaman D nədir? 16 çıxılsın 10 bərabər 6. D 6'dır, C variantı yəni. Keçirik 54-cü sual. Aşağıdakı yaşıl xanalara üstəgəl çıxma, vurma, bölmə əməlləri hansı sırayla yerləşdirilərsə M ədədi 7'yə bərabər olar. Yerləşdir. Birbaşa cavab deyəcəm. Cavabımız D variantdır. Bir yoxlayıq da variantına qoyub. Məsələn, D bəndinə baxaq. Bura mən bölmə, bura üstəgəl, vaxt gedir deyə belə edirəm, vurma və çıxma qoyacaq. Alınacaq, məsələn, 3-3'ə bölsən 1 edir. Sonra burada 3-3'ə vurmam lazım. Edəcək 9, buraya yazıram üstəgəl 9 çıxsın 1. İndi sırayla gedirik. Birin üzərinə 9, yox, burada düz metdik. 1 gördüyüm 1 üstəgəl 9, 10, 10 çıxsın 1. Yox, burada alım D bəndə uyğun gəlir. Nəsə 1 qoyaq. D-ni qoyduq ki, 1'i 3-3'ə böləndə 1 edir. Üstəgəl 9 elədir 10, 10'dan 1 çıxan 9 edir. Yəni D deyil, digərlərini yoxlayaq. A-nı yoxlayaq, ta ki vurmadı, toplamadı, çıxmadı, bölmədi, yoxlayaq.
Əvvəlcə bunu vursaq, eğer 9, buranı bölməmiz lazım. Burada 1, yəni buradan 9, üstə gəl bu 3, çıxılsın, 3 bölünsün 3, 1 oldu. 9-un üzərində 3 gələndə 12 çıx 1, 11 eğer, A-dır deyil. D-ni də yoxladıq, deyil. C-yə baxırıq, C-yə baxsaq, C variantında toplayırıq, vururuq, çıxırıq, bölürük. Əvvəlcə vurmağı yerinə yetirsək, buraya 9, bölməyi yerinə yetiririk, buraya 1, 9-dan çıxırıq 1-i, buradan 3 üstəcə yazır. 3-yə 9, 12 çıx 1, 11, yenə də C də uyğun olmalıdır. İndi keçib B bəndi, bir dənə B bəndi qaldı, vurmadır, çıxmadır, bölmədir, toplamadır. İndi vursam 9, bölürük, 9-dan çıxıq 1, eğer 8, 8, 3, 11. Yəni burada heç bir alınmıraq. Bir dənə diqqətlə yerləşdirək. Nəsə düzgün yəqin ki, əməl əsasını yerinə yetirmədik. Elə ən başdan dediyim kimi D bəndi uyğun olur. D-də nəsə düzgün etmədim yəqin. Bax yerinə qoyuram. Bölmə, sonra toplama, sonra vurma, sonra çıxma. İndi 3-3-ə bölsək edir 1 burası. Sonra buradan 3-3-ə vursaq 9, çıxılsın 3'tür. Burada üstə gəl yazıram. 1 ilə 9 taplasam 10, ondan da 3 çıxsam 7. Yəni cavabdır variantı idi. Keçir 55-ci suala. 55-ci suala deyir ki, müəllim lövhəyə aşağıda verilən toplama əməlini yazır və şagirdlərin həll etməyini istəyir. Buna əsasən A vur B hasil neçədir? Burada gördüyümüz kimi bizim həllimizdə 5 ilə 7-ni toplayıb 10 neçəsə alıb. Yəni buradan anlayıq ki, burada 5 ilə 7-nin cəmi, yəni 20 sayı bilməz də, 10 neçəsədir. Yəni 5 ilə 7-ni topladıq 12. Elə bir bura 1 yazıb, A-nı yazıb. İndi biz burada B ilə B-ni toplasaq 10 neçəsə A yazıbdır. Oradan 1 yaddı qalıb, bu 12 ilə toplayıb, o 1 yaddan 10 çeyib, orada A-nı yenə 3 yazıb, burada 1 yazıb. Yəni bu əvvəlcədən 1 yadda qaldığına görə həmin 1 yadda qaldığına 1 yaddanla 5 plus 7, yəni 12-ni toplasaq 13-dir. Demək ki, biz bura 13 yazmışıq. O zaman A 3'dür. A-nı 3 tapdıq. A 3'dürsə hamısını 3 yazıram burada. İndi B ilə 7-ni toplayanda 13 edibsə B nədir? 6-dır. O zaman bunları 6 qoyuq. Görə həqiqətən olur mu? 6 ilə 7 13, 1 yadda. 6 ilə 6 12, 1 yadda 13, 1 yadda. 5 ilə 7 12, 1 yadda 13. Bəli. Deməli A 3 belli 6. Bizə deyir A vur B-ni tapın. 3 vurulsun 6 bərabər 18. D variantı. Keçirik 56-cı suala. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 və 20 ədədləri hər xanaya müxtəlif cəhətli şəkildə yerləşdirildikdə A, B, C, D və Y ədədləri natural ədəd olar. Buna görə A vur, B vur, C vur, D vur, Y bərabər sual. Əvvəlcə biz burada ədədlərimizi qruplaşdırmalıyıq ki, alınan cavabı tapa bilərik biz. İndi qruplaşdırmamızı edək. Birbaşa qruplaşdırmamı edəcəm, sonra ümumi bir neçə analiz edici cümlələr quracağım ki, yəni niyə belə etdik. Məsələn, burada 4 ilə 12-ni qruplaşdıracağım. Gözləyim bir dənə, hə. Məsələn, 4 ilə 12-ni qruplaşdırırıq. Sonra 8 ilə 16-nı qruplaşdırırıq. Sonra 10 ilə 20-ni qruplaşdırırıq. Sonra 2 və 14 qruplaşdırırıq və 6 ilə 18-i qruplaşdırırıq. Yəni, burada elə ədədləri qruplaşdırdıq ki, yəni burada bizə A, B, C, D, Y verib ki, yəni mən 4'ü A-ya vursam 12 edə bilər. Məsələn, 4'ə də vursaydıq 16 edə bilərdi və ya 4'ü 5'ə. Ancaq burada 4'ü, çünki bizə deyir ki, A, B, C, D, Y natural ədəd olsun. Mən də 4'ü nəyə vursam natural ədəd alınar. Ancaq gördüyümüz kimi burada yəni verilmiş ədədlərdən 4 ilə 12-ni qruplaşdıra bilərik ki, biz burada çünki bizə verilmiş ədədləri bu xanalara yerləşdirməmiz lazım. Yəni 4'ü nəyəsə vuracam, mütləq 12 olmalıdır və ya hər hansı bir ədədi vuracam. 6 ilə 2'yi məsələn qruplaşdırsaydıq, burada 6 və 2 də var ki, məsələn 6 vurulsun 2 də seçsəydim, yenə də bu qiyməti necə edir? 12 edir.
Ancaq o zaman 4'ü nə ilə qruplaşdıracaqdıq? 16 ilə. O zaman 4 vurulsun 4 16 olacaqdı. 6 vurulsun 2 12 olacaqdı. Bundan sonra qarışıqlıq yaranacaq. Məsələn, bu 14'ü nə ilə qruplaşdıracaqdım? Alınmayacaq. Çünki hal-hazırda mən 2'ni burada 6 üçün istifadə etdiyimdə 6 vur 2 kimi baxsaq. O zaman 2'ni qruplaşdıracağım. 2'ni 14'ü hansı ədədlə qruplaşdırım ki, mən orada məsəl üçün 2'ni 7 buranı onu ödə bilir. Burada 7 yoxdur ki, buralarda. Mən yazım ki 7 yazım bura. Bura 2 yazım, burada 14. Yəni burada 7 olmadığı üçün verilmiş ədədlər içərisində məcburam ki 2 ilə 14'ü qruplaşdırım. Yəni həmçinin digərlərdə məsələn 10 ilə burada 2'ni götürsəydim ki 10 ilə 2'ni götürək. Tutaq ki 2 vurulsun 5 seçim. Bərabər 10. O zaman yenə də bu 2'ni istifadə etdiyimə görə yenə də 14'ü qruplaşdıra biləcəyim bir ədəd olmayacaqdır. Yəni ən uyğun versiya budur ki, bu cür analiz etdikdən sonra ortaya nəticə çıxır ki, 4 ilə 12'ni qruplaşdıracaq. Yəni A bu zaman 3 olacaq. 8 ilə 16'nı qruplaşdırır. Yəni bura B yazsam, B'nin yerinə 2 yazırıq. Bunları yerləşdirin bura. Məsələn, bura 4 yazdım. Bura 12. Deməli, A nə olmalıdır? 4'ü nəyə vuracaq? 12'yə 3'ə. A oldu 3. Sonra 8'i bura yerləşdirik. 16'nı bura. 8'i nəyə vuracaq? 16'ya 2'yə. Sonra 10 ilə 20'yi qruplaşdırırıq. Bura 10 yazdım. Bura 20. Onu nəyə vursaq? 20'yə 2'yə. Yəni bu 2'ləri biz özümüzdən qoyuruq da. Ancaq 10 ilə 20 verilmiş ədədlər içərisində var. Bunları istifadə etməmiz lazım. Sonra yerdə qaldı 2 ilə 14. Bura 2 yazıram. Bura 14 yazıram. 2'ni nəyə vursaq? 14 deyər? 7'yə. Sonra 6 ilə 18'i qruplaşdırırıq. 6'nı nəyə vursaq? 18 edər? 3'ə. Belə qruplaşdırdığımızda görürük ki, A, B, C, D, Y natural ədəd olur və bunların hasilini istəyir bizdən. Biz A'ya 3 vermişik. Gördüyümüz kimi vurulsun B üçün 2 vermişik. Buraq C də 2'dir. D 7'dir. Y isə 3'dür. Yəni bizdən A, B, C, D, Y-nin hasilini istəyir. Biz də vurduq. Hasilimiz olacaq bərabərdir. 252 nedir hasilimiz? Cavabımız yəni B bəndi. Keçək 57-ci suala. Bir imtahanın nəticəsini qiymətləndirmək üçün 0, 1, 2, 3, 4, 5 və 6 baldan istifadə olunmuşdur. İmtahanda 45 nəfər iştirak etmişdir. Hər bal ən az bir dəfə istifadə olunub. Hər bir balı alan şagirdlərin sayları bir-birinə fərqlidir. Buna görə 6 bal alan şagirdlərin sayı ən çox neçə ola bilər? Əvvəlcə balları yenə yerləşdirirəm buradan. Deməli 0, 1, 2, 3, 4, 5 və 6 ballıq qiymətləndirmə sistemimiz var. Belə qurmuşuq. Bunları ayıram belə. Bizə şərh verib ki, hər bir balı alan şagirdlərin sayları bir-birindən fərqlidir. Və bizə deyir ki, hər bal ən az bir dəfə istifadə olunur. Burada deyir. Və hər bir balı alan şagirdlərin sayı bir-birinə fərqlidir. Demək ki, hər baldan bir nəfər mütləq alıb və bir-birinə fərqlidir. Buna görə 6 bal alan şagirdlərin sayı ən çox neçə olar? 6 bal alan sayıları, 6 bal alan şagirdlərin sayı x versəm, yəni bu ən çox olmalı. Birbaşa yazıram, ən çox olmasını istəyirik. Ən çox olması üçün 6 bal alan şagirdlərin digər balları alan şagirdləri ən az verməliyik. Və bizə də fərqli qiymətlər aldığı, fərqli sayda insanlar, şagirdlər bu balları aldığını dediyinə görə şərtdə ki, yəni alan bu hər bir bal alan şagirdlərin sayları bir-birinə fərqlidir. O zaman və bizə deyir ki, hər bir balı ən az bir şagird alıbdır. Ona görə də biz ən az 0 alan şagirdlərin sayını 1 götürürük. Bundan sonra fərqli sayda olduğu üçün bu balı alan şagirdlərin sayı bir bal alan şagirdlərin sayı 2 verirəm. Çünki 0'ı bir nəfər alıb. Ondan sonra daha kiçik adam sayaraq 2 seçə bilərəm. Yəni 1'i 2 nəfər alıb, 2 bal qiymətini 3 nəfər alıb, 3 bal qiymətini 4 nəfər alıb. Yəni kiçikdən böyüyə düzürəm ki, 6 bal alan şagirdlərin sayı daha çox olsun. 4 bal alanlara 5 nəfər deyirəm. 5 bal alan şagirdlərin sayı 6 nəfər verirəm.
Gördüyümüz kimi kiçikdən böyüyə doğru düzdük ki, yəni fərqli sayda bal alan şagird sayı olduğu üçün elə şərt verib bizə. Ona görə məcbur hər bir bal üçün fərqli şagird sayı verdik və ən az şagird sayı verdik ki, 6 bal olan şagirdlərin sayı daha çox olsun. İndi toplayıram bunları. 1, 2, 3, 4, 5 və 6'nın cəmi edəcək 21 edir bunlar cəmi. Demək ki, 21 nəfər getdi. Bizə 45 nəfər vermişdi. 45 nəfər şagirddən 21 nəfəri gördüyümüz kimi 0-dan 5'e qədər olan balları almış şagirdlər sayı oldu 21 nəfər. 45'dən 21'i çıxsaq yerdə qalan şagirdlərin sayı 24 olar. Bu 24 nəfərlə deyə bilərik ki, 6 bal alıb. Yəni ən çox 24 nəfər 6 bal ala bilər. Cavab B bəndi. Kiçik 58-ci suala 3, 4, 7, 6, 2 və 9 rəqəmlərin hamısından istifadə edilərək 2 rəqəmin 3 natural ədəd düzəldilir. Bu ədədlərin hansı tək ədəd olduğuna görə cəmləri neçədir? Deməli 3 dənə ədəd düzəldirik. Belə 2 rəqəmli bu 1, 2 dənə, bu da 3-cü 2 rəqəmli ədədimiz. Və deyir ki, bunların hasili tək ədəddir. Bunların hasili əgər tək ədəddirsə, demək ki, bu ədədlərin hər biri tək olmalıdır. Çünki 3 dənə ədədimizin hasilinin tək olması üçün bu ədədlərin hamısı tək olmalıdır. Əgər ədədlərdən birini cüt versək, cüt ədədi istənilən ədədə vuranda cüt ədəd verir. Məcburuq ki, verilmiş ədədlərin hər birini tək ədəd edək. Bunun üçün nə edəcəyik? Ədədin də tək olması üçün son rəqəmi tək olmalıdır. Bizə baxsaq görürük ki, burada 3, 7 və 9 rəqəmləri var. 3 dənə tək rəqəm var. 3 dənə tək rəqəmin hər birini nə edirik? Ədədlərimizin sonuna qoyuruq ki, ədədlərimiz tək ola bilsin. Yerdə qalan ədədlərdə istədiyimiz yerə yerləşdiririk. Məsələn, 4'ü buna verdim, 6'nı bura, 2'ni də bura. Ya bunların yerini dəyişdiyimizdə cəm dəyişmir. Çünki bizə deyir ki, bu ədədlərin cəmini tapın. Məsələn, mən burada 43, üstəgəl 67, üstəgəl 29 yazdım. İstəsək, məsələn, bu cüt rəqəmlərin yerini dəyişə bilərik. Məsələn, belə yaza bilərik. 69, üstəgəl, nə bilim, 47, üstəgəl 23. Yəni, burada yenə də heç bir şey dəyişmir. Niyə? Çünki sonuçda mən 4, 6, 2, 10'luqda bunları toplayacağım. Təklər mərtəbəsində isə 3, 9, 7'dir. Burada da eyni şeydir, 3, 9, 7'dir. Yəni, cəmimiz dəyişmədiyi üçün əsasımız nədir? Tək rəqəmlərimizi təklikləri mərtəbəsinə yerləşdirdik ki, hər bir ədədimiz tək ədəd olsun ki, bunların hasili tək ola bilsin. Nəsə, şərtimizi ödəyən ədədlərimiz bunlardır. Yəni, fərq etmir. Burada fərqli ədədlər yaza bilərik. Məsələn, 63, 40, 43 və 27 yaza bilərim yenə də. Burada yenə dəyişmir. Çünki burada yenə də burada 43 deyəndə 49. Gördüyümüz kimi 3, 9, 7 burada var. 3, 9, 7 yenə də burada var. 3, 9, 7 yenə burada. Yəni yenə də cəmimiz dəyişmir. Ona görə bir dənə bura üzərindən baxaq. 3'dən 7, 10, 9, 19. Bir yadda 4'dən 6, 10, üstəgəl 2, 12. Bir yaddaydı. 13 oldu. Neçə? 139. Yəni cəmimiz 139 A variantı olacaq. 59-cu suala baxırıq. Tahir, Tural, Cəmil eyni gündə dünyaya gəlmişdir. Tahir yazırıq. Tahir. Tural yazaq. Tural. Cəmil. Və bizə Rauf verib şərtdə. Bizə deyir ki, Tahir, Tural və Cəmil eyni gündə dünyaya gəlmişdir. Yəni bunların eyni gündə dünyaya gəldiyinə görə yaşları eynidir. Yəni hamısına X verirəm. Digər dostları Rauf onlardan tam 3 yaş böyükdür. Yəni bunların 3 yaş böyükdürsə, demək Raufun yaşı X + 3'dür. Bu 4 dostun yaşları cəmi aşağıdakilərdən hansı ola bilər? 4 dostun cəmini biz X ilə ifadə etsək belə olacaq. Yəni burada 4 dənə X'i toplasaq necək 4X, üstə gəl bu 3. Bu olacaq bizim 4 dostun X ilə ifadə olunmuş yaşlar cəmi. Deyək, hansı ola bilər? İndi hansının ola bilərini yoxlamaq üçün nə edəcək? Məsələn, bərabərləşdirəm 27 ilə. Ki, məsəl üçün 4X + 27'dir bunların yaşlar cəmi. O zaman mən 27'dən
3'ü çıxdığında alınan cavab 4-ə bölünməsi lazım. Əgər 4-ə bölünərsə, demək ki, bu ədəd 4 dostun bizə verilmiş burada şərtlərə uyğun 4 dostun yaşları cəmi ola bilər deməkdir. 27-dən 3 çıxırıq, yəni 4x bərabər 24 olur. 24 də 4-ə bölünür, x bərabər 6. Yəni gördüyümüz kimi burada 27 uyğun gəldi. Yəni cavabımız birbaşa A variantı olur. Digərlərini yoxlayaq. Tutaq ki 29 versə idim. 29-dan 3 çıxanda 26 edir. 26 yazdım bu 3 çıxanda. 26 da 4-ə bölünmür. Yəni uyğun gəlmədi. İndi 30'u yoxlayaq. Tutaq ki 30 olsaydı, 30-dan bu 3 çıxsaydım 27 edəcək. 27 4-ə bölünmür. Bu da alınmır. 33 qaldı. 33'ten bu 3'ü çıxsaydı 30 qalacaqdı. 30'da 4'ə bölünmür. Bu da alınmır. Yəni gördüyümüz kimi ancaq nə oldu? 27 uyğun gəldi. Cavabımız 27 A variantı. 60-cı suala baxırıq. Sona 5 növ yeməyi yalnız 2 gözü olan bir ocaqda bişirmək istəyir. Yeməklərin bişmə müddətləri 40, 15, 35, 10 və 45 dəqiqədir. Sona bu yeməklərin hamısını ən tez neçə dəqiqəyə bişirə bilər? Hər yeməyi ocaqdan yalnız tam bişəndən sonra götürmək olar. Gördüyümüz kimi 2 dənə bizə tava verib. Düşünək ki, bunlar tavadır. Bunun içərisində yemək bişiririk. Və deyir ki, yeməklərin bişirmə müddətləri 40-dır, 15-dir, 35-dir, 10 və 45-dir. Və yeməklərimizi tavada bişməmişdən əvvəl götürmək mümkün deyil. Yəni tam bişməlidir, ondan sonra götürməliyik. İndi biz ədədlərimizi elə qruplaşdırmalıyıq ki, ən tez zamanda bişirib tamamlayaq bu yeməkləri. İndi burada biz 40-la 35-i qruplaşdırsaq, yarı-yarıya bölüşdürməyə çalışıram. Məsələn, 40-la 35 dəqiqəyə bişən yeməkləri bu tavaya qoydum. Yəni bu 40 dəqiqəyə bişəcək. Sonra götürüb 35 dəqiqə qoyacağım, bu bişəcək. Digərinə də 15, 10 və 45 dəqiqəlik tavaya qoyuram. Yəni 45 dəqiqə bişən yeməkləri qoyuram bu tavaya. Gördüyümüz kimi burada 45 dəqiqə bişir. Sonra 15 dəqiqəlığı qoyuram. 15 dəqiqə bişir. 60 dəqiqə keçmiş olur. Sonra 10 dəqiqəlığı qoyuram. Bu da bişənə 70 dəqiqə keçir. Ümumi burada bu tavadakı yeməklərimiz 70 dəqiqəyə bişib bitir. 40-la 35 toplasaq, buradakı tavadakı yemək isə 75 dəqiqə bişib bitir. Yəni ümumilikdə bizə deyir ki, sona bu yeməklərin hamısını ən tez neçə dəqiqəyə bişirə bilər? Yəni biz burada bu tavadakı yeməklərimiz 70 dəqiqəyə bişməsinə baxmayaraq, digər tavadakı 75 dəqiqədə bitəcəyinə görə biz ən tez 75 dəqiqəyə ümumi yeməkləri bişirib qutardığımızı deyə bilərik. Yəni cavabımız C variantı 75 dəqiqə olacaq. Yəni bundan aşağı mümkün deyil. 70'i seçə bilmərik. Çünki buradakı 75 dəqiqə bişir axı ona görə. İzahımız bu qədər. İnşallah faydalı olmuşdur izahımız. Şərhlər bölməsində Edubaz Az təhsil platformasının Instagram, WhatsApp və Telegram linklərini paylaşacağım. Hər kəs katılsın. Ödənişli sınaqlar qrupumuza da katılmaq istəyən şagirdlər vardır. Yəqin ki, çox mükəmməl sınaqlar qrupumuz var. Çox cüzi miqdarda bir dəfə ödənişlə daxil olursunuz. 4, 5, 6 və 7-ci siniflər üçündür sınaqlar qrupumuz. Olimpiyadalara hazırlayanlar üçün, lise və gimnaziya hazırlayanlar üçün və Monteliqə hazırlayanlar üçün qruplarımız var. Həmin qruplara 05 774 48 36 nömrəsi ilə əlaqə saxlayaraq və ya WhatsAppdan yazaraq qoşula bilərsiniz. Yəni həmin o sınaqlar qrupuna qoşulan şəxslərin mütləq mənada inkişaf edəcəyini və uğur qazanacağını deyə bilərəm. Uğura gedən yol həmin o yeni nəsil sualları işləməkdən keçir deyirəm. Yəni bunu siz edərək uğur qazanacaqsınız. Sadəcə olaraq əlaqə saxlayıb cüzi miqdarda, çox cüzi miqdarda ödəniş edirsiniz və həmin sualları işləyərək uğur qazanırsınız. Sağ olun, təşəkkür edirəm.